Həzrəti İsa əleyhissalam zuhur edəndə yəhudilər iki dəstəyə bölündü. Bir qismi iman gətirdi, onlara Nasiri deyildi. Digərləri isə inkar etdi. Nasirilər möcüzə gördü, əxlaq gördü, haqqı tanıdı. Bu hal yəhudi ruhanilərini qorxutdu. Qərar verdilər, dinin içinə firqə salsınlar. Bu iş üçün Şaul seçildi. Xristiyan olduğunu deyib içəri girdi, adını Paulus qoydu. Dedi, donuz əti haram deyil, sünnət lazım deyil. Nəticə nə oldu? Yəhudilər dedilər, bu din haqq ola bilməz və Məsihiliyə keçmədilər. Beləcə Paulusun təhrif etdiyi xristiyanlıq yarandı. Bu din Fələstində yox, Avropada yayıldı. Çünki Avropa paqan idi, günəşə tapınırdı. Onların ən müqəddəs günü nə idi? Qış gün dönümü, günəşin yenidən doğulduğu gün. 17 dekabrda başlayıb 24-25 dekabrda bitən bayram. Bu tarix sonradan milad oldu. Şam ağacı əbədiliyin simvolu, işıqlar günəşin rəmzi. Halbuki ilk 2 əsrdə Həzrəti İsa əleyhissalam üçün ad günü keçirmək şirk sayılırdı. 221-ci ildən sonra hər şey dəyişdi. Həzrəti İsa Peyğəmbər günəş tanrısının yerinə qoyuldu. İslam gələndə isə həqiqi nasirlərin hamısı müsəlman oldu. Və indi sual budur. Bir zamanlar nasirlərin iman gətirdiyi Peyğəmbərin ümməti bugün Paulusun yaratdığı firqənin bayramını öz Peyğəmbərinin mövludundan üstün tutur. Kimliyimiz nədir bizim?